tamaşaçılarımız, davam edirik. Doğrudan da biz hər dəfə çıxış yolu proqramında vətəndaşlarımızı ona səsləyirik ki, bütün məsələlərimizdə çətinliyə düşdüyümüz an yalnız və yalnız hüquqdan tutaq. Bəli, hüquqi yolla işlərimizi həll edək. Çünki hüquqi yolla həll olunan işlər daha sonra bizim xeyrimizə olur, əzizlərim. İllər də üstündən keçsə, vərəqləri qaldıranda görürük ki, hə, məsələlər bizim xeyrimizədir. Yəni, hüquqi yolla getmək lazımdır. Azərbaycan qanunlarının yolu ilə getmək lazımdır. Və bu arada mən ARAİD.az informasiya agentliyinin əməkdaşlarını bir daha təbrik edirəm. Doğrudan da çox gözəl işlərə imza atırlar və bizim dəyərli tamaşaçılarımızın diqqətinə çatdırmaq istəyirəm ki, əziz tamaşaçılarımız, əgər şəhərdə, paytaxtda ARAİD.az informasiya agentliyinin bax belə bir gənc, bax belə bir formada, belə bir gənc əməkdaşlarını görsəniz, gəl bura əziz qardaşım, gəl Nihat. Belə bir gənc əməkdaşlarını görsəniz, bilin ki, onlar ARAİD.az informasiya agentliyinin əməkdaşlarıdır, çevril. Və bu əməkdaşlarımız gənc hüquqşünaslardır. Onlar həm hüquqşünaslıq fakültələrində təhsil alırlar, İsmail müəllim, düzümü? Eyni zamanda da onlar müəyyən məsələlərdə sizlərdə müsahibələr də alırlar. Müxbir kimi, informasiya agentliyinin müxbirləri kimi. Nurana xanım, deməli, çox gözəl vurguladınız. ARAİD.az informasiya agentliyi məqsədi, məramı bundan ibarətdir. Azərbaycan dövlətinə və dövlətçiliyə daxildə və xarici ölkələrdə də yüksək səviyyədə xidmət aparırlar. Deməli, bizim bu formamızdır, jiletdir və arxasında da görürsünüz ki, ARAİD.az informasiya agentliyidir. Nə üçün ki, müsahibələr alanda bilin ki, bu informasiya agentliyi biz həm adı nədir, üzr istəyirəm, həm biz o üzr istəyirəm, saxta jurnalistlərə qarşı, saxta bəzi insanlar var ki, hüquqdan anlayışları yoxdur, hüquqdan danışırlar. Amma hüquqi suallar verirlər. Bəli, ona görə biz hər zaman bizim xidmətimiz göz qabağındadır. Sözümüz canı nədən ibarətdir ki, məsələn, bu jiletlər və papaqlar bizim nümayəndəliklərimiz vardır. Parisdə, Almaniyada, Strasburqda, Türkiyədə, İsrail dövlətində, ABŞ-da da vardır və nətər deyərlər ki, bu jiletlər və papaqlar çatıb mənzillərinə və fəaliyyət də göstərirlər. Türkiyə nümayəndəliyinin əməkdaşı. Üzrə, bunu da fəxrən deyə bilərdim ki, bizim nümayəndə ABŞ-da jileti ilə, papağı ilə birgə Cənab Prezidentin tədbirində də ABŞ-da olan tədbirdə də iştirak edir. Bəli, bizim xidmətimiz göz qabağındadır. Uğurlar. Xidmətdə uğurlar. Siz də baş redaktorsunuz da. Xidmətdə uğurlar. ARAİD.az informasiya agentliyinin bütün əməkdaşlarına uğurlar arzu edirik. Eləcə də bizim gənc hüquqşünaslarımıza. Hə, Nihat? Hər salamlayıram. ARAİD.az informasiya agentliyi və onun əməkdaşları Azərbaycan Respublikasına xidmət edir. Təşəkkürlər. Reklamlara ayrılaq.